deməli, düzdür, indi açıq mən siyasətdə görmürəm, heç görmək yox, açıq mən asla. Hər halda iş elə gətirib ki, daha universitet zamanından indiyə qədər Əlibəyin düz İranlar demişəm, dibində olan bir adam kimi həm yaxında olub şəxsi planda, həm də belə də siyasi işlərdə o əsas adam elə mən. Əli Kərimli kimi bir adam daha çox səhv bilinir. Əli Kərimlinin və yaxud Milli Şuranın hakimiyyətə gəlməyinə o qədər dəhşətli faciə kimi yanaşmırlarsa, bunun hansısa bir işartıları olunmalıdır, əlamətləri görüşməlidir. Bunu hansısa şəkildə bildirə bilərlər. Əli Kərimliyə bildirə bilmirlərsə, mən buradayam da. Əgər söhbət aparmaq istəyirlərsə, problem yoxdur, aparaq bu söhbətləri. Azərbaycanın xarici siyasətində demək olar ki, heç nə dəyişməyəcək. Əli Kərimli gələndən sonra hakimiyyətin xarakteri, siması, mahiyyəti dəyişəndən sonra da deyəcək ki, yaşayıb, kollektiv təhlükəsizlik satışına qoşulur. Yəni, bu da ola bilər. Qarşılıqlı qarantiyalardan hər şey asılıdır.
Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmışdır. Sadalınan cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zaidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər, Eldar Əmirov 32.5 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə, Ramiz Mehdiyev 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 274 dövlətə xəyanət və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zaidov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.